Bakıda qadın satıcı marketə girən oğru ilə əlbəyaxa olub. İndi fotoları müəyyən kadrlara çalışacağıq sizə təqdim edək və paytaxtın Nərimanov rayonunda soyğunçuluq hadisəsi və avtomobillərdən silsilə oğurluqlar edilib və bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2 nəfər rayon ərazisində yerləşən marketlərdən birində kassada olan pul vəsaitini açıq talama yolu ilə ələ keçirib. Nərimanov rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olmuş. Baxın, bizdə məhkum olan insanların islah səviyyəsini həm də göstərirəm sizə. 35 yaşlı Şirməmməd Məmmədov və 21 yaşlı Rəcəb Qulamov saxlanılıblar. Araşdırmalarla Məmmədov və Qulamovun əlavə olaraq rayon ərazisində 3 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrindən qiymətli əşyalar uğurladıqları da məlum olub. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qəti imkan tədbiri seçilib. Və o kadrları biz ekrana əgər verə biliriksə, baxın, yəni bu ümumiyyətlə nətər deyərlər, nə həyatdır, nə işdir ki, yəni siz yaşayırsınız. Valla 35 yaşında adamdır, baxın o fotodakı adam 75 yaş vermək olur ona. Bilirsiniz niyə görə? İnsan yaşayışı, həyatı doğru düzgün olmayanda istər-istəməz nətər deyərlər, o onun müəyyən görünüşünə də, müəyyən o davranışlarına da yansıyır. O qadına da həqiqətən halal olsun ki, yəni son məqama qədər, necə deyərlər, öz düzdür, onun vəzifəsi deyil, amma nətər deyərlər, cəsarətli davranır. Və bu kimi hallarda ümumiyyətlə hansı cəza kəsilməlidir? Bunun özü də baxın, 35 yaşlı adamın görünüşünə bir baxın. Yəni, ən azından bir 55-58 yaş, 21 yaşında oğlana baxın. Yəni, bu nə həyatda yaşayırsınız? Ola bilməz, bu ölkədə sən gündəlik heç olmasa özünü dolandıracaq bir yerdə işləyə bilməyəsən. Yəni, mümkün deyil. Yüksək əmək haqqı bəli, bu hər yerdə yoxdur. Amma minimum əmək haqqı ilə haradasa, ən azından bu oğurluq eləməkdən, bu vəziyyətdən, bu rəzilliyi yaşamaqdan daha yaxşıdır da.